Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Açıq söhbət analitik informasiya proqramının növbəti buraxılışı efirdədir. Hər zaman olduğu kimi bu gün də aktual məsələ ətrafında fikir mübadiləsi aparacağıq. Bugünkü mövzumuz ictimai nəqliyyata, ümumiyyətlə sərnişin daşıma fəaliyyətinə həsr olunub. Ümumiyyətlə bu sahədəki yeniliklərdən, gələcək perspektivlərdən və müəyyən problemlərdən danışacağıq. Təbii ki, bununla bağlı studiyamızın qonaqları var. Qonaqlarımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bizimlə birgədir. Eləcə də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimai Əlaqələr Şöbəsinin aparıcı mütəxəssisi, eləcə də Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev bizimlə birgədir. Hər ikiniz xoş gəlmisiniz, xoş gördük. Xoş gördük, təşəkkürlər. Artıq yeniliklər təbii ki, öz sözünü deyil, bunu ictimaiyyət nümayəndələrlə biz sorular əsasında da fikirlərini öyrənmişik. Elə başlayaq Tural bəy sizdən. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bizim üçün artıq yeni bir qurumdur, yeni yaranıb, fəaliyyəti yeni yaransa da artıq təqdir olunmağa doğru gedir. İstəyərdik fəaliyyətə başladığı dövrdən bu günə kimi nə kimi yeniliklərlə öndədir və gələcək planlar nədən ibarətdir? Bu məsələlərdən başlayaq. Daha sonra dəmir yollarla bağlı Bəxtiyar mənim fikirlərini alaq. Oldu. Təşəkkür edirəm dəvət üçün. Ümumiyyətlə qeyd edim ki, siz vurğuladınız. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sizin üçün yeni qurumdur, amma belə deyək, transformasiyadan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi adlandırıldı. Bundan öncə isə uzun müddət ərzində Dövlət Avtomobil Nəqliyyat Xidməti kimi fəaliyyət göstərir və əhatə dairəsi Bakı şəhərindən kənardakı məsələlərə toxunurdu və əsasən regionlara və bölgələrə əhatə edirdi və yük daşıma fəaliyyəti dövlət başçısının müvafiq sərəncamı və fərmanları ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradıldı və belə ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əhatə dairəsi də genişləndi. Artıq bir il yarımdan bundan öncə Bakı Nəqliyyat Agentliyi ləğv edildi və Bakı ərazisi də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyət çərçivəsinə daxil olundu. Beləliklə, bizim qurum, agentlik respublika ərazisində əhatə edən bütün məsələləri həllinə yönəlib və eyni zamanda burada həm sərnişin daşımadır, yük daşımadır, parklanma məsələləridir, taksi xidmətidir və böyük bir sferanı əhatə edir. Eyni zamanda qeyd edim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini vurğuladıqsa, bu son 2 il ərzində daha çox nəzərə çarpacaq işləri mən vurğulamaq istərdim. Ümumiyyətlə qeyd edim ki, xidmətlərin rəqəmsallaşması böyük bir yer tutur. Xidmətlərin rəqəmsallaşması və rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib işlər həyata keçirildi. Biletimaz portalı yaradıldı, Yolumuz Qarabağı.az portalı, eyni zamanda Bakı Kart mobil tətbiqi, hansı ki imkan verir vətəndaşlarımıza rahat və sürətli şəkildə biletləri əldə edib və yaxud da gediş haqqını ödəyib ictimai nəqliyyatdan geniş istifadə etsinlər. Azparking mobil tətbiqi rəqəmsallaşmada daha bir yenilikdir ki, vətəndaşlarımız şəxsi nəqliyyat vasitələrini küçə parklama yerlərində saxlayaraq ödənişlərini nağdsız qaydada Azparking mobil tətbiqi üzərindən həyata keçirir və yaxud da SMS vasitəsilə. Eyni zamanda yük daşıma sahəsində böyük bir rəqəmsallaşma həyata keçirildi. Bütün xidmətlər elektron portal vasitəsilə bəyan edilir. Kiçik orta biznesin inkişafı agentliyində KOB evləri var, yaradılıb və aynanın xidmətləri artıq həmin KOB evlərində fəaliyyət göstərir ki, vətəndaşlarımız onlayn qaydada müraciət edir və daha çox təmas yaranmadan həmin o pəncərələrə müraciət edirlər və öz xidmətlərindən yararlanırlar. Sərnişin daşıma böyük bir yer tutur və sərnişin daşımada son illər böyük bir irəliləyiş baş verib. Belə ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəinki bölgələrdə Bakı şəhərində avtobus marşrutları geniş şəkildə təhlil olunub və hazırda tərəfimizdən bir ildən çoxdur ki, avtobus ictimai nəqliyyat şəbəkəsi tətbiq olunur və bu avtobus şəbəkəsi xüsusi hərəkət zolaqlarla birgə tətbiqinə başlanılıb. Bilirsiniz ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlara keyfiyyətli, sürətli və təhlükəsiz sərnişin daşımanı göstərmək üçün avtobus zolaqları təşkil edilir və bu zolaqlar vasitəsilə sərnişinlərimiz maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınır. Bəli. Ümumiyyətlə isə qeyd edim, avtobus parkının yenilənməsi də burada böyük bir rol oynayır və tərəfimizdən qeyd etdiyim kimi avtobus parkı təhlil edilib. Əfsuslar olsun ki, əsasən Bakı şəhərinin kənd və qəsəbələrinə işləyən avtobusların vəziyyəti qənaətbəxş deyil və
ilk növbədə də yeniləmə prosesi məhz həmin o kənd və qəsəbələrdən başlandı. Hövsan, Mərdəkan və Şübhəlan istiqamətində ekspres avtobuslar fəaliyyətə başladı ki, ekspres avtobuslar digər nəqliyyat vasitələrindən daha tez, minimum dayanacaq sayı və komfortlu, tez avtobus zolağına çatdırılmanı təmin edir. İnşallah verilişin irəliləyən dəqiqəsində digər məsələlərə toxunaraq Bəxtiyar müəllim də fikirlərini almaq istəyərdim. Azərbaycan Dəmir Yolları Qəpalı Səhmdar Cəmiyyəti ümumiyyətlə sərnişin daşıma ilə bağlı son illər çox effektiv işlər görür, yeniliklər var. İstər innovasiya baxımından, rəqəmsallaşma baxımından, istərsə də sərnişinlərin bir nöqtədən digər nöqtəyə mənzil başının tez çatmasında çox böyük irəliləyişlər göstərir. İstərdim bu barədə bizi daha nə kimi yeniliklər var, gələcəkdə hansı layihələr var, bununla bağlı bizi məlumatlandırarsınız və tamaşaçılarımızın da məlumat olsun. Buyurun. Sərnişin daşıma istiqamətində Azərbaycan Dəmir Yollarının ilk prioriteti təbii ki, bu sərnişin daşıma xidmətlərinin təkmilləşdirilməsidir, sərnişin məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsidir və təbii ki, burada da ilk növbədə sərnişin nöqteyi nəzərindən də baxanda pandemiyadan öncə mövcud olmuş marşrutların bərpasıdır. Və artıq 2023-cü ildən etibarən bu marşrutların bərpası istiqamətində iri miqyaslı işlər həyata keçirilir. Misal üçün demək olar ki, 2023-cü ildə Bakı-Gəncə marşrutunun Ağstafaya qədər uzadılması, hətta 2023-cü ildə ümumiyyətlə Azərbaycan Dəmir Yolları tarixində ilk dəfə olaraq Qəbələyə qatarların istifadəyə verilməsi, dəmir yol xəttinin çəkilməsi, 2024-cü ildə yeni dayanacaqlar tələbatdan asılı olaraq yeni dayanacaqlara, stansiyalara dayanacaq verilməsi, misal üçün Ucar və Ləki idi, 2023-də də belə stansiyalar var idi və əlavə olaraq artıq bu ilin əvvəlində biz Balakənə, bu ən çox sərnişinlərin istəyi idi, tələbatı idi. Balakənə qatarların fəaliyyətini bərpa etdik. Təbii ki, bu istiqamətdə işlər gedir və eyni zamanda da Abşeron dairəvi dəmir yol marşrutu üzrə artıq bilirsiniz, aprelin 1-dən qrafiklər, dəyişikliklər oldu, yenilər oldu. Bu da sərnişinlərin müraciətlərini həm də nəzərə alaraq edildi, reyslərin sayı artırıldı. İndi irəliləyən dəqiqələrdə daha detallı məlumat verirəm. Təbii ki, gün tələb edir rəqəmsallaşma. Bu layihələr var və davam edir. İlk növbədə ADM Mobile tətbiqindən danışa bilərəm ki, 2023-cü ildə artıq istifadəyə verildi. Bəli, bugün artıq 220 mindən çox istifadəçisi var mobil tətbiqin. Eyni zamanda bank kartları ilə gediş haqqına imkan verilir və bu rəqəmsal layihələr təbii ki, bununla bitmir. Bu həm də yük daşımalar sahəsində var. Yük daşımalar sahəsində Azərbaycan Dəmir Yolları ümumiyyətlə belə deyək, tarixən ilk missiyası yük daşımalar olub. Tədricən tələbat, hətta qısa müddətdə tələbat artdıqca və sərnişin daşıma da artıq ikinci bir xidmət istiqamətinə çevrilib dəmir yollarında. Yük daşımada da nailiyyətlər var. Yük daşımaların belə deyək, həcmi art-arta gedir. Dəhlizlərlə bağlı, beynəlxalq dəhlizlərlə bağlı çox vacib işlər görülür. Yeniliklər çoxdur, danışacağım bu barədə də və təbii ki, düşünürük ki, 2025-ci ildə ən belə son yenilikləri ilə 2024-cü ildən fərqlənəcək. Tural bəy, keçək digər məsələlərə. Artıq yeniliklərdən danışdınız siz. Bunlardan biri də qeyd etdiyiniz kimi avtobus velosiped zolaqları ilə bağlıdır. Belə deyək, paytaxtda və şəhər ətrafı ərazilərdə bir növ sıxlıq müşahidə olunduğu bir vaxtda yeni salınan avtobus zolaqları və velosiped zolaqları nə dərəcədə effektiv şəkildə özünü göstərir? Tamam. Ümumiyyətlə bu sual daha çox media nümayəndələrini hər zamanda ictimaiyyəti maraqlandıran məsələlərdir. Mən qeyd etdiyim kimi sərnişin daşımada, əgər keyfiyyətli sərnişin daşımadan biz danışırıqsa, mütləq qaydada ilk növbədə ictimai nəqliyyat istifadəçilərinə yönələn xidmətləri vurğulamalıyıq. Əgər bu günləri biz avtobusları yeniləyiriksə və həmin avtobuslar gəlib qeyd etdiyiniz kimi sıxlıq və tıxacda qalırsa, hər hansı bir keyfiyyətdən söhbət gedə bilməz. Aydın məsələdir ki, avtobuslar yenilənir. Noyabr ayında Bakıda möhtəbər bir tədbir keçirildi, COP29 tədbiri və onun ərəfəsində Bakıya 100-dən çox elektrikli avtobuslar daxil oldu. Elektrikli avtobuslar ekologiyanı qoruyur, müsbət töhfəsini verir. Eyni zamanda yeni avtobuslarda sərnişinlərimiz yeni avtobuslardan artıq bu günləri həmin avtobuslar verildi ictimai nəqliyyata və vətəndaşlar rahat şəkildə istifadə edirlər. Amma gəlin razılaşaq ki, tıxacda qalan həmin avtobuslarda hər hansı bir razılıqdan vətəndaşlardan söhbət gedə bilməz. Odur ki, avtobus şəbəkəsi tətbiq edilən zaman mütləq qaydada həmin avtobus zolaqları şəbəkəsindən birgə baxmaq lazım idi bu məsələyə və Bakı şəhərində, paytaxtda və Abşeron yarımadasında hazırda 40-a yaxın küçə və prospektdə ümumi uzunluğu
belə deyək 110 kilometrdən çox xüsusi hərəkət zolaqları təşkil edildi. Həmin hərəkət zolaqları ilə bu gün statistik göstəricilərlə gün ərzində 900 mindən çox sərnişin daşınır. Əgər həmin sərnişinlər rahat şəkildə A nöqtəsindən B nöqtəsinə çatdırılırsa, bizim də ən böyük əlbəttə ki, təşəkkürümüz həmin vətəndaşlardan biz alırıq, müsbət impulsları alırıq və bu bizim işimizdə növbəti mərhələyə keçməyə belə deyək sövq verir. Eyni zamanda işlər bunda dayanmır. Əlbəttə ki, bu zolaqların çəkilməsi tərəfimizdən davam etdirilir. Küçələrdə geniş təhlillər aparılır və imkan olan bir küçələrdə biz həmin avtobus zolaqlarını təşkil edirik ki, avtobuslar sıxlıq və tıxacda qalmasın. Günün bu gün elə avtobus zolaqlarının təşkili Bakı-Sumqayıt şossesində yaradıldı və iri belə deyək qovşaqlardan, belə mərkəzlərdən, məkanlardan Masazırdı, Xırdalandı, Bakıya və Sumqayıt şəhərindən Bakıya daxil olan vətəndaşlar bu günləri rahat şəkildə həmin avtobus vasitəsilə daşınırlar. Eyni zamanda ekspres avtobuslar da Sumqayıtdan vətəndaşları rahat şəkildə Bakıya çatdırır həmin zolaqlarla. Bu gün o istiqamətdən də biz müsbət həllər əldə etmişik. Üzr istəyirəm Tural müəllim. Mütəmadi insanların elə qeyd etdiyiniz kimi ən çox istifadə etdiyi Bakı-Sumqayıt yoludur və Xırdalan dairəsidir, ekologiya postundan avtovağzal tərəflər. Mütəmadi orada tıxaclar baş verir. Uzun sıra tıxaclar baş verir, istənilən vaxt, hətta pik vaxtlarda belə. Və vətəndaşların əksər qismi də, eləcə sürücülər də qeyd edirlər ki, onsuz da bu tıxaclar var idi və avtobus zolaqlarının da çəkilməsi əlavə bu tıxacların sayını artırır. Siz bu fikirlə razısınızmı? Gəlin belə danışaq. Bu günləri Bakı şəhərində kifayət qədər şəxsi nəqliyyat vasitələri var. Əgər mən, siz və yaxud da Bəxtiyar müəllim şəxsi nəqliyyat vasitəsi ilə elə buranın özünə gələrdisə, əlbəttə ki, tıxacda və sıxlıqda qalma ehtimalı daha çoxdur. Necə ki, mən indi ictimai nəqliyyat vasitəsi ilə gəlmişəm bu studiyaya. Mən üstünlük verdim əlbəttə ki, avtobusa və yaxud da metroya və daha tez çatdım. Nəinki mən saatlarla tıxacda qalacaq idim. Eyni şeydə mən vurğuladım ki, iri məkanlar Xırdalandan, Masazırdan və Sumqayıtdan daxil olan vətəndaşlar daha çox paytaxtın girişində uzun müddətli tıxac və sıxlıqla rastlaşırlar və 5 zolaqlı yolun bir zolağını ictimai nəqliyyata ayırmaqla biz böyük, belə deyək, nəticələr əldə etdik. Bir nəfər, bir şəxsi nəqliyyat vasitəsi, bir avtobusda isə ən azı 80 nəfər daşına bilir, azı. Və demək ki, tərəzinin gözünə qoyanda ictimai nəqliyyat istifadəçiləri bizim üçün önəmlidir. Yerüstü Nəqliyyat Agentliyi ilk növbədə həmin sərnişinlər üçün, belə deyək, müsbət bir həll yolu tapıb, avtobus zolaqları və bugün həmin vətəndaşlar rahat şəkildə paytaxta daxil ola bilirlərsə, demək ki, bu bizim uğurumuzdur. Çünki hər kəs şəxsi nəqliyyat vasitə kimi komforta sahib deyil və bu gün əgər sıxlıq və tıxacda qalırsa, mən inanıram ki, həmin o şəraitə komfort da demək mümkün deyil. Odur ki, avtobusla bu günləri həm ekspres avtobusla eyni zamanda avtovağzala gedən vətəndaşlar bugün o müsbət impulsu yenə deyirəm, biz alırıqsa, demək ki, biz doğru yöndə hərəkət edirik. Elə bu sualla bağlı Bəxtiyar müəllim sizə də müraciət etmək istəyirəm. Həqiqətən də müasir standartlara uyğun qatarlar var, hətta köhnə qatarlar da var ki, onlar restavrasiya olunaraq, yenilənərək Bakı Ekspres, Bakı-Sumqayıt Ekspres qatarı adı altında xəttə buraxılıb artıq. Bu təbii ki, narazılıq yaratmır, əksinə sevindirici haldır. Amma narazılıq yaradan məqam nədir? Mütəmadi dairəvi yol istiqamətində Sumqayıtdan Bakı istiqamətinə üz tutan sərnişinlər var ki, qeyd edirlər ki, qatarların sayı çoxdur, amma sıxlıq yaşanır. İnsanlar sanki növbəyə dayanır, hər üçün qatar qapıları açılan vaxtı kim birinci mindi prinsipi ortaya çıxır, mən tez oturum, yer tutum özümə və digər yaşlı insanlar ayaq üstə qalır. Yəni, olarmı ki, bunların mütəmadi qrafik sayı azaldılsın və hər kəs rahat şəkildə oturub, mənzil başına tez çatsın. Yoxsa bu problemlər nədən qaynaqlanır? Ümumiyyətlə, gəlin bir məsələyə əvvəldən başlayaq və təkcə Azərbaycanla, Bakı ilə məsələni, belə deyək, miqyasını kiçiltməyək. Bütün dünyada və dünyanın aparıcı şəhərlərində, xüsusilə o şəhər əgər iqtisadi mərkəzisə, ailesi çoxdursa, onun pik saatlarında sıxlıqlarda, insanların, belə deyək, qatar olsun, istər avtobus olsun, istər metro qatarlar olsun, sıxlıq olması hətta belə deyək təbii hala çevrilib. Çünki şəhər böyükdür, şəhər genişlənir, şəhər iqtisadi mərkəzdir. Bakı da nəinki Azərbaycan artıq regionun həm də iqtisadi mərkəzidir. Və bu pik saatlarında belə bir sıxlığın olması, yəni əslində qeyri-adi görünməməlidir. İkinci bir məsələ odur ki,
təkcə Bakıya təkcə bir istiqaməti deyək, Sumqayıt, Xırdalan, Masazır istiqamətindən gün ərzində 300 min insan gedib gəlir. Bu təkcə bir istiqamətidir, şəhərin bir axını. Yəni bu çox böyük axındır. Və təbii ki, burada Aynanın da, ADN-in də məqsədi bu istiqamətli xidmət göstərir. Məqsəd eynidir. Sərnişinləri mənzil başına aparıb gətirmək rahat, təhlükəsiz və maneəsiz. Və mənə elə gəlir ki, bu istiqamət həm belə deyək, heç bir maneə ilə qarşılaşmayan elektrik qatarlarda və zolaqların sayəsində maneəsiz gedən avtobuslarda çox böyük bir xidmət göstərir. Bu məsələnin bir tərəfi. Aprelin 1-dən dediyiniz məsələlər aydınlığa gətirəcəm. Aprelin 1-dən Abşeron dairəvi marşrutu üzrə optimallaşdırma həyata keçirilib. Məqsəd burada xüsusilə pik saatlarında sərnişin sıxlığının tənzimlənməsinə, nisbətən tənzimlənməsinə nail olmaqdır. Və təbii ki, müraciətlər də var idi. İlk öncə ondan başlayaq ki, bu marşrut üzrə ilk dəfə olaraq 3 qrafik təyin olunub həftə ərzində. İş günü, şənbə və bazar. Bundan əvvəl iş günü və qeyri-iş günü idi. Bu da nə ilə əlaqədardır? Artıq müşahidələr göstərir, zaman-zaman statistikada göstərir ki, şənbə günləri qatarlarda istifadə edilən sayı daha çoxdur, nəinki bazar günləri. Ona görə şənbə günləri qrafikin sayını artırırıq. Hər biri artır, bazar da artır. Ancaq artıq şənbə günlərinin qrafik ayrıdır, bazar günlərinə aiddir, amma şənbə günlərində qatarlar daha çox hərəkətdədir. Əsas iş gününə gələk. İş günü reyslərin sayı 66-dan 92-yə çatdırılır. Bu da kifayət qədər böyük rəqəmdir. Bu, istər Bakı 2 istiqamətli bildiyiniz kimi Abşeron dairəvidə Bakı, Xırdalan, Sumqayıt, Bakı və Bakı, Pirşağı, Sumqayıt, Bakı. Hər iki istiqamətdə reyslərin sayı artırılır. Ən çox müraciət gəlir, şikayət gəlir Bakı, Pirşağı, daha doğrusu Bakı, Xırdalan, Sumqayıt, Bakı istiqamətindən. Burada reyslərin sayı 24-dən 36-ya çatdırılıb. Aprelin 1-dən. Gəlin, baxaq necə çatdırılıb bu. İlk növbədə onu deyim ki, Abşeron dairəvi marşrutu üzrə ilk dəfə flirt qatarı istifadəyə verilib. Müasir qatardır. Ağstafaya ilk növbədə istifadə verilmişdi sərnişinlərə. Bu qatar sırf Xırdalan sakinləri üçün belə deyək xidmət eləyəcək. Bakı, Xırdalan, Biləcəri bu istiqamətdə gedir. Sumqayıta qədər getməyəcək. Bəli. Və əlavə olaraq bundan əvvəl əsas narazılıq nədən ibarətdir? Sumqayıtdan Xırdalan istiqamətində gələn ilk ekspres qatarı, onun sərnişinləri indi artıq sıxlıqdan şikayət edirlər. Bu ona əlaqədardır ki, sırf Xırdalan, Biləcəri sakinləri daha az qatardan istifadə etdiyi üçün bu müraciəti nəzərə alaraq biz artıq sadəcə qrafik adını ekspres qoymuşuq ki, sərnişinlər fərqləndirə bilsinlər. Amma artıq o ekspres qatarı funksiyasını yerinə yetirmir. O qatar olsa da ekspres funksiyasını yetirmir və o qatar artıq Xırdalanda və Biləcəridə dayanır. Nəticə etibarilə artıq Xırdalan, Biləcəri sakinləri həm də əlavə bu qatardan da istifadə edir. Bundan əvvəl dayanmırdı o qatar. Sumqayıtdan birbaşa Xırdalan istiqaməti də olsa birbaşa Bakıya gəlirdi. Və nəticə etibarilə təsəvvür edin ki, səhər saatlarında bundan əvvəl deyək ki, daha dəqiq deyək, saat 9-a qədər pik saatlarına nəzərə alaq. 5 reys həyata keçirilirdisə, Sumqayıt, Xırdalan, Bakı istiqamətində artıq 9 reysə çatıb bu. Yəni burada sadəcə narazılıq ondandır ki, əvvəl bu qatar boş gedirdi, Sumqayıtda hər kəs otururdu və birbaşa Bakıya çatırdı. İndi artıq Xırdalanda, Biləcəridə də minibart və sıxlığın olmağı baxımından... Olmazmı ki, əvvəlki versiyada qalsın? Yəni birbaşa Bakı, birbaşa Sumqayıta daxil olsun. Yəni heç biri də saxlamasın. Xırdalan, Biləcəri sakinləri o istiqamət ən az qatardan istifadə edən sakinlərdir və bugün biz Xırdalan, Sumqayıtdan istiqamətində axının nəzərə alsaq, orada da bacardığımız qədər, nə qədər çox qatar versək, qatara dayanacaq versək, bir o qədər daha çox sərnişin daşıya bilərik. Çünki gəlin hesablayaq, Xırdalandan Bakıya qatarla cəmi 22 dəqiqəyə çatmaq olur. Və Bakının mərkəzinə 28 may metro stansiyası ətrafını Bakı Dəmiryol Vağzalını nəzərdə tuturam. Və niyə bu imkan varsa biz oradakı sərnişinləri nəzərə almayaq? Bu çox vacib məsələdir mənə elə gəlir və bu məsələ ona görədir ki, bax bayaq dediyim kimi 5 reys səhər saatlarında 9-a qədər 5 reys 9-a çatdırılıb. Əlavə olaraq bundan əvvəl ilk qatar Sumqayıtdan Xırdalan istiqamətində 7:20-də gəlirdisə və Bakıya saat 8:01-də çatırdısa, bu o deməkdir ki, iş saatı saat 8-də, 9-un yarısı başlayanlar artıq imtina etməli olurdu məcburən. Qatardan istifadə imkanı olmurdu. Amma artıq ilk qatar daha tez çıxır, 6:15-də çıxır Bakıya və 6:56-da Bakıya çatır. Bu da artıq iş saatı daha tez çatan insanlara əlverişlidir və reyslərin sayı artmaz hesabına olur. Aydındır. Tural bəy, bir məqam var, mən burada buyurun, etmək istədim ki, ümumiyyətlə Bakı ilə Sumqayıt arasında sərnişin daşıma hər zaman prioritet olub və nəzərə alaq ki, Bəxtiyar müəllim vurğuladı, Bakı iri şəhərdir və hər kəs bura gün ərzində böyük bir axın edir.
Və bu axına keyfiyyətli xidmət göstərmək üçün avtobus reysləri təşkil olunmuşdu. Artıq il yarımdır ki, Sumqayıt şəhərindən Bakı Beynəlxalq Avtovağzal kompleksinə ekspres avtobuslar təşkil olundu. Bakubas tərəfindən Neoplan markalı avtobuslar, 595 nömrəli avtobuslar və sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq və istəkləri uzun müddətdir ki, vətəndaşlar məhz Bakı Beynəlxalq Avtovağzal kompleksinə deyil, birbaşa 20 yanvar stansiyasına gəlmək istəyirdi və bu istəyi nəzərə alaraq 594 nömrəli ekspres avtobusa təşkil olundu ki, birbaşa Sumqayıt Avtovağzalından 20 yanvar metro stansiyasına təşkil olundu. Eyni zamanda Saray qəsəbə sakinlərində müraciətləri var idi və bu müraciətləri nəzərə alaraq artıq bu ilin əvvəlindən, dekabrın sonlarından 508 nömrəli artıq Bakubas Sarayı da sərnişin daşımanı həyata keçirir. Məhz 20 yanvardan vətəndaşları Saray qəsəbəsinə səfərlərini təşkil etmək üçün təşkil olunub. 594 nömrəli avtobusda 22 avtobus gündəlik 8 dəqiqə intervalla sərnişinlərimizə xidmət göstərir. 595-də isə 8 avtobus 2 avtovağzalı birləşdirərək 10-12 dəqiqə intervalla sərnişinlərimizə xidmət göstərir ki, rahat şəkildə həmin bu iki şəhər arasında gediş-gəliş təmin olunsun. Belə hər iki qurumun fəaliyyətinə bağlı bizim şəhərdən sorğumuz var. İstəyər sorğuya baxaq, daha sonra həmən sorğu ətrafında fikirlərə münasibət bildirək, sonra yenidən mövzumuza qayıdaq. Razıyam, narazılığım yox. Vaxtında gəlirlər. İndi bu yolların gəlməyindən asılıdır da. Ola bilir ki, yollar. Dünən mən gedirəm Allah yolun demək ortasında o balaca maşınlar avtobusun qabağında şüryan eləyirlər. Aman vermirlər ki, avtobus tərpənə. Amma onlar yolları açıq olsa onların yolları. Onlar vaxtında gedirlər də gəlirlər. Hamısından razıyıq. Nə çünki çox yaxşıdır indi. Çox rahatdır. Hər şeydən razıyıq. Dövlətimizdən də razıyıq. Min şükür Allaha hər şey yaxşıdır. Yəni daha qatarlardan daha çox istifadə edirəm, amma avtobuslar normaldır, yaxşıdır. Yəni vaxtında gəlir, gedir ha. Yox, bizim yolumuz rahatdır. Avtobus yolunun üstünə düşdüyünə görə, ona görə rahat gəlib gedirik, amma bəzən sürücülərdə biraz problem olur. Onların etik davranış qaydalarına bağlı. Bir dənə o problemdir, başqa hər şey normaldır. Bəzən razıyam, bəzən yox. Əsasən daha çox metroların doluluğundan narazıyam. Çünki saat 6-dan sonra biz dərslərdən çıxırıq və hədsiz çox dolu olur və minə bilmirik. Nə qədər avtobus, metro gözləyəndən sonra, avtobusa gözləyəndən sonra bir təhər minə bilirik. Belə yəni. Qatarlardan istifadə etmişsiniz heç? Çox yox. Əsasən metrodan istifadə edirəm. Avtobuslardan çox istifadə edirəm. Mənim əsas gediş-gəliş yolum metrodur. Metro da belə yəni. Heç var, düzdür. Gecikmələr olur. İndi o başa düşməli ki, şofer, yəni probkalardır, tıxaclardır yəni ki. Onu başa düşmək olar. Yəni ki, hamımız iş adamıyıq. Yəni onu bilmək olar ki, 2 dəqiqə, 5 dəqiqə ola bilər məsafə. Yəni belə razıyam. Bəs qatarlardan istifadə etmişsiniz? Qabaqla istifadə etmişəm. Düzdür, biraz olur onlarda da, yəni ki, basırıq olur. İndi yox. Xeyr. Məncə, yəni hal-hazırda çox yaxşıdır. Yəni get-gedə də şəhərdə inkişaf eləyir bu avtobusların gəliş-gedişi. Yəni təzə avtobuslar da həqiqətən çox rahatdır. Mənə görə şəxsən. Yəni bəzən gecikmə olur, amma belə də yaxşıdır hər şey. Yəni komfort barədə və başqa şeylərdə çox yaxşıdır. Belə çox yaxşıdır çünki probka olmur yolda. Yəni avtobus rahat şəkildə gedə bilir. Aha. Bəs qatarlardan istifadə etmisiniz? Bəli, 1-2 dəfə istifadə etmişəm. Qatarlar çox komfort vəziyyətdə yol salırlar və çox gözəldir hər şey. Vallahi deyə bilmərəm çünki çox az istifadə edirəm avtobusdan. Əksəriyyət hər işim də, evim də yaxındır deyə çalışıram piyada gedib. Ona görə bu sualınıza mən bir dəqiq cavab verə bilmərəm. Amma eşitdiyimə görə normaldır. Bəs qatarların fəaliyyəti, qatardan istifadə etmisiniz? Çoxdandan, uzun müddətdə yox, əksəriyyət samolyotla. İndiki də qatarlar çox rahatdır. Yəqin sürücülər, avtomobil sürücülər üçün problem yaradır. Mən belə başa düşürəm, amma avtobusların rahatlığını təmin eləyir, yaxşı eləyir.
Amma sürücülər şikayət eləyir ki, yolun yarısı faktiki olaraq işdən ayrılır. Yəni sıxlıq yaradır. Mən biləni belədir. İşte hamı gedir, hamı gəlir. Hər bir şey ola bilər. Yəni düzgün qurulub da deyir. Düzgündür, bəli, hər şey qayda. Siz kimi razısınız? Bəli, razıyam. Narazıyam ona görə ki, interval çoxdur. Yəni tək mən elə bilirəm ki, çox adam sərnişinlərin çoxunun adından deyə bilərəm ki, hər kəsən işdən çıxanda bu ças pik deyilən bir şey var da, yəni onda əziyyət çəkir. Hamısı yoldadır yəni insanların. Mən demək olar ki, istifadə etdiyim avtobus paslarının 85-dir, 88-dir. Fəaliyyətindən o qədər də razı deyiləm. Yəni. Hələ də yəni, iş getməlidir bu avtobusların, bəlkə özünün fəaliyyətindən başqa şoferlarla bir balaca danışmaq. Çünki şoferlar da hərdən kobudluğa yol verirlər. Ona görə, yəni deyim ki, 100% razı deyiləm. Halbuki bilirəm ki, indi çoxlu avtobuslar da buraxılıb, ondan da yəni xəbərdaram. Ancaq ki, elə bilirəm ki, hələm işləmək lazımdır bunun üzərində. Bu qatarlardan istifadə edirsiniz? Qatarlardan yox, demək olar ki, istifadə etmirəm. Çünki mənə lazım olan avtobus v основном 85-dir, 88-dir. Yəni onun da fəaliyyəti o qədər ürəkaçan deyil. Bəziləri vaxtında gəlir, amma bəzilərində valla bu deyib bayaqdan gözləyirik, hələ gəlib çıxmayıb. Siz hansı avtobuslardan istifadə edirsiniz? Biz 61, sonra 7B, 7A bunlardandır. Qatarlardan istifadə edirsiniz? Bəli, metrodan da istifadə. Onların rahatlığı necədir? Biraz düzdür, dolu olurlar, amma rahatdır da. Yəni tıxacsız gedib çatmaq olur. Yox, avtobus xəttləri əslində mane olmur. Lakin günün elə hissəsi olur ki, bəli, sıxlıq həddindən artıq çox olur. Həmən anda nəsə onun təmizlənmə mexanizmi fikirləşsə yaxşı olar, yəni məncə. Amma belə yəni adi günlərdə günün elə yenə deyirəm, tıxac olan vaxtlar var da, müəyyən bir vaxtda bəli, yaxşı olardı ki, nəsə o avtobus xəttinə keçid icazə olardı da, müəyyən bir qədərdə də olsa. Necəsə bunu tənzim. Çünki belə baxırıq, avtobus xətti boş olur, amma tıxac yəni ki, tərpənmir də yerindən. Tərifləmək kimi olmasın, əlbəttə hər bir şeydə nöqsan tapmaq olar, amma yenə də gördükləri işlər okeydir. Mən misal üçün indi Xətai metrosunun yanından rahat şəkildə skuterə minərək, boş yolla, maşınlar tıxacda ola 5 dəqiqəyə çatdım bura. Tıxacı yaradan səbəblərin başlıca səbəbləri bu avtobus palasalarıdır. Bu lazımsız velosiped palasalarıdır. Bir də bu parklanmalar yaradıblar. Parklanmalardır. Yəni ən başlıca səbəb odur. Bəzi küçələr var, məsələn Xocalı prospektində soluna qoyublar velosiped palasası, sağına qoyublar avtobus palasası. Bir palasa qalıb, o da nəqliyyatın axını üçün problem yaradır. İzlədiniz yəqin ki, süjeti, maraqlı fikirlər də var. Təbii ki, narazı qalanlar da var, müsbət məcrada danışanlar da var. İstəyərdim elə hər ikiniz fikir bildirəsiniz ki, bax, necə qarşıladınız orada səslənən fikirləri? Birincisi, belə deyək, bizdə... Deyək ki, qatar minən yox idi məncə, elə ən rahat. Ümumiyyətlə, belə deyək, hazırda qatarın sərnişin daşıması, yəni metro və avtobusla müqayisədə təbii ki, aşağıdır. Abşeron dairə üzrə gün ərzində 37-38 min sərnişin daşınır. Bu yeni qrafikdən sonra ilkin gözlənti odur ki, bu rəqəm gündəlik olaraq 48-50 min arası dəyişəcək. Əslində, mövcud qatar parkına uyğun olaraq və reyslərin sayına uyğun olaraq bu kifayət qədər yüksək göstəricidir. O ki, qaldı bu sorularla bağlı fikrimə, bu şəxsi fikir kimi də deyə bilərəm ki, burada bir balaca yanaşma dəyişməlidir bizdə. Bayaq Tural bəy yaxşı qeyd elədi. Bir insan gedir, bir yolu, bir zolağı tutur, bir də var bir avtobus gedir və özü ilə onlar da insanı daşıyır və bu yanaşmada doğrudan da bəzən elə qısa məsafələri biz taksi ilə, avtobusla, hətta metro ilə gedirik ki, baxırsan ki, hava da yaxşıdır, yəni insan biraz hərəkət eləyə bilər. Və 21-ci əsrdə açıq oturaq həyatdan, doğrudan oturaq həyatdan əziyyət çəkir insanlar. Bəzən artıq o qədər öyrəşmişik ki, bunun belə fərqinə varmırıq. Məncə bu Avropada daha çox görürük. Yanaşmanı da biz baxırıq, illər uzun bizə baxırdıq, eləyirdik, tənqid edirdilər hətta. Niyə orada var, bizdə yoxdur? Xüsusilə bu insan sayından çox deyirdilər, indi də elədilər. Amsterdamda velosiped sayı insan sayından çoxdur. Yaxşı, bu gəldi artıq, imkan yaradıldı. İnşallah da mən bir vətəndaş kimi arzu edirəm, bir zolaqlar belə deyək, həm uzun olsun, həm də ardı arası kəsilməsin.
artıq var. Yəni buna istifadə eləmək olar. Amma bu suala da cavab verərsiniz. Daha sonra Tural bəyin fikrini alım. Söylü Ağazadə izləyicimiz yazıb ki, salam, hər gün 18-10 qatarı ilə Xırdalana gedirəm. Bu qatar Geo Expressdir. Dar və isti olur, çox da ləng hərəkət edir, vaxtına görə istifadə edirəm. Köhnə qatarlar nə vaxta qədər fəaliyyət göstərəcək? Hər bir qatarın özünün istismar müddəti var. Əgər bizim bugün əlimizdə olan qatar köhnə dediyimiz, yəni istehsali bir öncəki illərə aiddirsə, amma istismar müddəti bitməyibsə, bu qatarı niyə istifadə etməyək biz? Yəni ümumiyyətlə yığışdıraqmı, yəni sərnişini məntiqi ilə? Elə olmur. Yəni qatar parkını nəzərə almaq lazımdır. Bu gün bizim parkımızda bu qatar varsa, bu istifadəyə yararlıdırsa və təbii ki, ondan istifadə eləməli və o qatarlar hamısı da bərpa olunub. İstismar müddəti hələ var. Bu məsələ Xırdalan istiqaməti idi, səhv eləmirəmsə, elədir xanım. Bəli. Yazıb hər gün 18 o həmin ekspres qatarıdır ki, bayaq dediyim kimi əvvəl bir reys həyata keçirirdi, 11 vaqonədək olurdu. Artıq indi qısaldılır. 2 reys həyata keçirilir, amma 6 vaqondan ibarət olmaqla və Xırdalan Beləcərdə həm gələn baş, həm gedən baş saxlayır. Yəni bu narazılıq sırf bununla bağlıdır. Buyurun Tural bəy, bir dənə də elə şikayət var, onunla bağlı izləyicinin şikayəti var ki, xahiş edirəm bu məsələni də araşdırarsınız. Mən birinci süjetə toxunum. Ümumiyyətlə biz sorğunu da dinlədik, sorğunun cavablarını da aldıq. Bir neçə məqam var idi, mən özüm üçün qeyd etmək istəyərdim. Ümumiyyətlə gördüyünüz kimi vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar xoş sözlər səsləndirir. Əlbəttə ki, daha tez gəlməsi, avtobus zolaqlarını vurğulayırlar. Hər birinə təşəkkürümüzü bildiririk və bu işlər davam etdirilir. Vətəndaşın biri avtobusların köhnə olması və yaxud da ləng gəlməsi. Ümumiyyətlə qeyd edim ki, avtobuslar müəyyən qrafik üzrə hərəkət edir. Eyni zamanda sıxlıq və tıxac yaşanan küçələrdə həmin avtobusla da ilişib qalanda bu əlbəttə ki, ləngimələrə və intervalların pozulmasına gətirib çıxarır. Bəzən vətəndaşlar şikayət edir ki, dayanacaqda dayanırıq, avtobus yoxdur, daha sonra isə gələndə ikisi və yaxud da üçü birdən gəlir. Bu əlbəttə ki, ona dəlalət edir ki, avtobuslar aydın məsələdir ki, bir qrafik üzrə hərəkət edir, müəyyən bir nöqtədə tıxacla üzləşir, daha sonra tıxac sovrandan sonra bir neçəsi eyni anda avtobus dayanacağa daxil olur. Bu intervalların ümumiyyətlə yığışdırılması, intervalın azalması əlbəttə ki, avtobus zolaqları şəbəkəsinin genişlənməsi ilə baş verəcək və əlbəttə ki, vətəndaşlarımız daha çox şəxsi nəqliyyat vasitəsi deyil, daha çox ictimai nəqliyyata üst tutaraq həyata keçiriləcək. Yenilənmə işlərindən mən toxunmaq istəyərdim. Avtobusların yenilənməsi mərhələli qaydada həyata keçirilir. Tərəfimizdən Nazirlər Kabinetinin müvafiq qərarı ilə müsabiqələr təşkil olunur. Elə ötən gün daha 5 şəhər ətrafı avtobus marşrutu barədə məlumat ilə ictimaiyyətə təqdim etdik. Belə ki, Bakı şəhərinin əsasən Binə qəsəbəsini və 503 nömrəli Sumqayıt Saray istiqamətində fəaliyyət göstərən avtobusları müsabiqəyə təqdim etdik ki, yeni daşıyıcılar qoşulsun, müsabiqədə iştirak etsin, yeni avtobuslarla qalib gələrək xəttlərin istismarını həyata keçirsinlər. Qeyd edim ki, hazırda xətlərdə 2345 avtobus vətəndaşlara xidmət göstərir. Apardığımız təhlil nəticəsində yaxşı bir sərnişin daşımanı göstərmək üçün 2800-ə yaxın avtobus olmalıdır xəttə. Biz bu rəqəmə yaxınıq, bu yaxın aylar ərzində daşıyıcılarımız tərəfindən daha 100 elektrik mühərrikli avtobus Bakı şəhərinə gətiriləcək və istismara veriləcək. Vətəndaşın biri piyada gəzməyi üstünlük tutur. Ümumiyyətlə qeyd edeyim ki, piyada infrastrukturun qurulması da dövlət başçısının bu yaxınlarda iştirakı ilə keçirilən müşavirədə qeyd olundu ki, piyada infrastrukturun inkişaf etdirilməsinə bağlı müvafiq tapşırıqlar qarşıya qoyuldu və 2025-2030-cu ilə qədər infrastruktur qurularaq vətəndaşların ixtiyarına veriləcək və piyada yönümlü şəhərə piyada yönümlü yanaşmaya doğru gedirik. 28 may metro stansiyasının qarşısında böyük bir ərazini piyadalaşdırdıq. Eyni zamanda Xəqani bağının ətrafında böyük bir ərazi artıq piyadaların ixtiyarına verildi. Hətta şənbə və bazar günləri, eyni zamanda bayram günləri də həmin ərazilər məhz avtomobillərə qapanır və sırf piyada və şəhərimizin qonaqlarının ixtiyarına verilir. Bu əlbəttə ki, piyada yaxın məsafəyə piyadaya girmək üçün yaxşı bir fürsətdir. Vətəndaşlardan biri skuterlə hərəkət edirdi. Bu günləri verilişinin əvvəlində də biz skuter və velosiped zolaqlarına toxunduq. Əhali arasında velosiped və skuterlara artan marağı görürük. Eyni zamanda ekologiyanın qorunması, sağlam həyat tərzinin təbliği baxımından, fiziki fəallığın artırılması baxımından mikromobillik vasitələri Bakı şəhərində aktiv istifadə olunur və bu istifadəçilərin də marağı nəzərə alaraq gələcəkdə Bəxtiyar bəy vurğuladı, digər şəhərlərdə biz vaxtilə qibtə etdiyimiz məsələlər artıq bu günləri Bakı şəhərində var və bəzi ərazilərdə artıq belə bir zolaqların
35 küçə operasiya 35 kilometrlik velosiped zolağı təşkil olunub ki, həm də parklanma zonaları təşkil olunur ki, daha çox cəlb etmə məntəqələrində tələbələr də istifadə etsinlər. Belə deyək, iri ticarət mərkəzləridir, metroların qarşısıdır, təhsil ocaqlarıdır ki, bizim tərəfimizdən parklanma məntəqələri təşkil olunur ki, həm velosiped, həm skuterləri tələbələrimiz, gənclərimiz daha çox istifadə edərək yaxın məsafəyə olan səfərlərini reallaşdıra bilsinlər. Mən hətta bilirəm, izləyirəm, Bəxtiyar bəy də özü də mikromobillik vasitələrini geniş istifadə edir, hətta işə də mən bildiyim gedib gəlir. Əlbəttə ki, bacardığımız qədər piyada yaxın məsafələrə avtomobilsiz hərəkət ediriksə, hətta digər şəhərlərdə həftənin cümə günləri avtomobilsiz günlər elan olunub. Biz də təklif edirik ki, vətəndaşlarımız bax bu yaratdığımız imkanlardan istifadə edərək şəxsi nəqliyyat vasitəsindən daha çox çəkinsinlər, həm ekologiyanı qorumuş olsunlar, həm də sağlam həyat tərzi baxımından irəli getsinlər. Tural bəy, bir də izləyicimizin şikayəti var, xahiş edir ki, Yerüstü Nəqliyyat Agentliyi bunu diqqətdə saxlasın, məsələni araşdırsın. Qeyd olunur ki, saat 7-dən avtobus gözləyirəm. 133 nömrəli avtobus gəlir, amma dayanacaqda saxlamır. Avtobusun qeydiyyat nömrəsi 77 942-dir. Ayna Yerüstü Nəqliyyat Agentliyinə xahiş edirəm ki, şikayətimi diqqətdə saxlayıb məsələni araşdırsınlar. Tamam, mən təşəkkür edirəm müraciət üçün. Verilişdən sonra mən mütləq qaydada nömrəni götürəcəm və müvafiq şöbəyə yönləndirəcəm. Belə bir məqam var. Bəzən sərnişinlərimiz müraciət edirlər ki, avtobus dayanacaqda saxlamadı, keçdi. Bəzən elə aydın məsələdir ki, avtobus bəlli qrafik üzrə hərəkət edir və təyin olunmuş bütün dayanacaqlarda mütləq qaydada saxlamalıdır. Elə avtobuslar var ki, onlar üçün təyin olunmuş üzr istəyirəm, təyin olunmuş dayanacaq olmur deyə həmin avtobuslar orada saxlanmır. Amma bu o demək deyil ki, avtobuslar bu hazırda 133 nömrəli avtobusda aydın məsələ ki, dayanacağı olsun və saxlamasın. Bu fakt varsa tərəfimizdən araşdırılacaq, mütləq qaydada daşıyıcıya xəbərdarlıq olunacaq və sürücü barədə müvafiq tədbirin görməsi ilə bağlı da tərəfimizdən tapşırıq veriləcək. Biz ərazi olaraq da daha ətraflı telefon əlaqə saxlayaraq öyrənərik və məsələni araşdırarıq. Amma hər bir avtobus istənilən halda sərnişin düşdü, düşmədi, təyin olunmuş bütün dayanacaqlar mütləq qaydada saxlamalıdır. Bəxtiyar müəllim, yağış və qarlı havalarda mütəmadi olaraq qatarlarda gecikmələr baş verir və sərnişinlər də haqlı narazılıq olaraq işə vaxtına çatmalı olduğu təqdirdə gecikmələrlə işə gəlirlər və onlar da qeyd edirlər ki, bizim işdə müəyyən problemlər yarandı, qatarlar nə vaxt düzələcək, niyə belə problemlər yaranır və maşinistlə əlaqə saxladığımız təqdirdə bizə hər dəfə də deyir ki, svetoforda problem var, texniki problem var, hər dəfə bizə bunu deyir. Bəs bunlar niyə aradan qaldırılmır ki, hər il yağışlı, qarlı havada bu problemlər yaşanır və saatlarla qatar yarım saat, 40 dəqiqə belə yollarda qalır? Birincisi, hava şəraiti ümumiyyətlə dəmir yollarının hərəkətinə, elektrik qatarlarının xüsusi hərəkətinə təsir göstərən birinci amildir. Məsəl üçün, belə deyək, hətta ən yüksək temperaturda, bəzən biz deyirik ki, hava soğuk, yağış oldu, falan oldu. Ən yüksək temperaturda hətta reyslərin belə deformasiyaya uğramasına səbəb olur. Təbii ki, bu yollar davamlı olaraq Azərbaycan Dəmir Yolları əməkdaşları tərəfindən infrastruktur diaqnostika kompleksi tərəfindən yoxlanılır və mütəmadi olaraq nasazlar aşkar edildikcə aradan qaldırılır. O ki qaldı, niyə belə havalarda gecikmə olur? Əslində elə böyük bir gecikmə olmur. Burada qısa müddətli gecikmə olur, qismən kənara çıxmalar olur qrafikdən. Birincisi, belə bir tapşırıq verilir. Əgər yolda qatarın maksimum istifadə sürət həddi var, ona əgər icazə verilirsə və o sürəti getməyi həmən hava şəraitində hər hansı bir təhlükə yaradırsa, təbii ki, maşinist hətta özü də artıq təlimata uyğun olaraq sürəti edirə bilir. Bu, güclü yağışda ola bilir, güclü külək də təsir edə bilər, eyni zamanda duman da olanda artıq sürət həddi enir və təbii ki, sürət həddi enəndə də qatarın son nöqtəyə 5 dəqiqə, 7 dəqiqə, 12 dəqiqə gec çatması halı müşahidə olunur. Bu, belə havalarda, belə hava şəraitində ilk növbədə məqsəd sərnişinin mənzil başlarına təhlükəsiz çatdırılmasıdır. Bu, yəni təlimatdır. Maşinist də bu təlimatı əməl etməyə borcludur. Çünki böyük bir sərnişin daşıyır, kütləsi daşıyır, böyük bir məsuliyyətdir və orada artıq 5 dəqiqənin, 3 dəqiqənin sərnişinin belə deyək, fərdi narazılığı nəzərə alınmalıdır. Birinci növbədə təhlükəsizliyi nəzərə alınmalıdır ki, təhlükəsiz nəzərə. O ki qaldı, rabitə və işarə vermə qurğuları deyirik bizimlə, işıq borularda. Bəli, bu da elektriklə bağlı olur adətən. Hava şəraitinin nasıl olaraq mütəmadi yoxlansa da bəzən hansısa nasazlıq
bir təsir edir və ümumiyyətlə hazırda rabitə və işarə vermə qurğuları əvvəlki qaydada işləmir, ümumi bir blok sistem vasitəsilədir. Bir sistemdə bir problem olanda artıq hər birinə siqnal ötürülür ki, bir hansısa ərazidə bloklama var və hətta qatarın hərəkətində də bloklama yaranır. Yəni əvvəlki qaydada əllə, məsafədən rabitə ilə idarə olunur. Bəli, avtomatlaşdırılmış sistemdir artıq, müasir sistemdir. Hər hansı bir nasazlıq olanda təhlükəsizliyi nəzərə alaraq bloklayıcı yola qırmızı işarə verir ki, gözlə. Yəni bu məsələ həll olsun, bitsin. Yəni sərnişinlər əslində qatarla səyahətləri daha üstün tuturlar. Çünki proqnozlaşdıra bilirlər səyahəti. Gəlin etiraf eləyək ki, bugün qatarla hərəkət eləyəndə bilirsən ki, bu saatda çıxıb, bu saatda çatacaq. Bəli, müəyyən hava şəraiti olur. Bəzən nasazlıqlar olur, amma bunu da etiraf eləyək ki, bu mütəmadi olmur axı. Yəni il ərzində biz hesablayaq. Yəni zamanla düzələcək bu məsələlərdə, belə deyək. Onsuz da zamanla düzəlir. Baxın, bundan əvvəl aprelin 1-nə qədər dediyim kimi reys sayı 66 idi. İndi 92 olur. Artı. Qatar intervalı da artır. Bundan əvvəl texniki pəncərə deyirdik. Bu texniki pəncərəni biz niyə görə götürürük? Ona görə götürürük ki, infrastrukturu davamlı olaraq yoxlayaq. Təmir işləri həyata keçirək, bərpa işləri həyata keçirək, nasazlıq varsa daim. Və həmən vaxtda da qatar olmamalıdır xəttə. Çünki qatar mütəmadi hərəkətdədirsə, təbii ki, o işləri həyata keçirir. Ona görə günorta saatlarında xüsusən texniki pəncərə götürülür. Bugün artıq bir mərhələ irəli getmişik ki, o texniki pəncərənin saatını azaltmışıq və reyslərin sayını artırmışıq. Bu davamlı işdir, davamlı prosesdir. Təbii ki, bu mərhələ işlər tam bitdikcə reys sayı da azalacaq. Təbii ki, qatar sayını da biz nəzərə almalıyıq. Bugünkü qrafik mövcud qatar parkını nəzərə alsaq ən optimal qrafikdir. Qarşıdakı 5 ildə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı 2025-30-cu illər dövlət proqramları nəzərdə tutulub. Qarşıdakı 5 ildə 20 əlavə qatarın alınması planlaşdırılır. Eyni zamanda yeni dəmiryol xəttlərinin çəkilməsi və ya bərpası nəzərdə tutulur. Bu mərhələ zamanın işidir. Bu mərhələ üzrə işlər görüləcək və təbii ki, artıq qatar sayı da artanda, dəmiryol xəttlərinin də belə deyək, istiqamətləri artanda artıq sərnişinlər də bizdən nəzərə alacaq. Burada bir məqamı da qeyd edeyim. Proqramdan söz düşmüşkən dövlət proqramına buradan bir belə deyək stat gətirək. Xırdalan istiqamətdə bəzən sual verirlər ki, niyə daha az reys var, nəinki Bakı-Pirşağı istiqamətində, Sumqayıt istiqamətində. Bunun birinci səbəbi odur ki, Xırdalan istiqamətində həm də daha çox yük daşınır. Çünki Azərbaycan dəmir yolları ancaq sərnişin daşımır. Və onun ən böyük fəaliyyət istiqamətlərindən biri yük daşımadır. Və bugün biz o yük qatarlarına da eyni xəttədir, sərnişin qatarda, yük qatarları da adətən eyni xəttdən istifadə edirlər. Və biz qrafik nəzərində ancaq sərnişin qatarlar üçün tərtib eləmirik. Yük qatarlarını nəzərdə tuturuq. Və Xırdalan istiqamətində Pirşağıya müqayisədə, Pirşağı istiqamətinə müqayisədə daha çox yük qatarı getdiyi üçün, daha çox yük daşındığı üçün burada nisbətən sərnişin qatarların sayı Pirşağı istiqamətində sərnişin qatarlarına müqayisədə azdır. Bunun da çıxış yolu kimi, bu da dövlət proqramında nəzərdə tutulub, Qarabağ Güzdəy xəttinin bərpasıdır. Vaxtilə bu xətt mövcud olub, hazırda bərpasına ehtiyac var. Bu da qarşıdakı 5 ildə nəzərdə tutulub. Bu ona imkan verəcək ki, artıq Bakıya daxil olan yüklər Xırdalana, yəni Bakı şəhəri ətrafına, yaxınlığına daxil olmadan, yarımadaya daxil olmadan kənar yola birbaşa Ələt istiqamətində hərəkətini davam etdirə bilsin. Artıq o halda Xırdalan istiqaməti bir qədər yük daşımadan belə deyə rahatlaşacaq və təbii ki, orada sərnişin qatarlarının sayını artırmaq mümkün olacaq. Mən istəyirəm Tural bəy, Azparkinqin fəaliyyətinə də toxunaq. Artıq bu xidmət fəaliyyətə başlayıb və narazılıqlar da var insanlar tərəfindən. Bizə də çoxsaylı müraciətlər olunur ki, bəs mən bu ölkənin vətəndaşıyam, mən niyə öz maşınımı yolun kənarında saxladığım halda dövlətə ödəniş etməliyəm? Bununla bağlı siz hansı fikirdəsiniz? Necə olmalıdır əslində proses? Ümumiyyətlə qeyd edim ki, parklanmanın idarə olunması prosesi var və artıq 2 ilə yaxındır ki, avqust ayında 2 il tamam olacaq. Biz küçə parklanma, dövlət avtomobil yollarının kənarında küçə parklanma yerlərini təşkil edirik ki, vətəndaşlar avtomobillərini necə gəldi, pərakəndə şəkildə deyil, qanun çərçivəsində saxlayaraq oradan istifadə etsinlər və iş başına getsinlər. Qeyd edək ki, parklanmanın ümumiyyətlə idarə olunması nəyə xidmət edir? Gəlin razılaşaq ki, şəhərdə bir müddət əvvəl baş verən xaosun qarşısı alınır. Nizam, intizamlı bir qayda irəli gəlir və vətəndaşların, belə deyək, lüzumsuz pul yığımının qarşısı alındı. Günün bugünü Azparking mobil tətbiqi vətəndaşların ixtiyarındadır və vətəndaşlar nağdsız qaydada ödənişlərini həyata keçirir və belə deyək, parklanma yerlərindən istifadə edirlər.
İkinci, üçüncü cərgədə maşınların saxlama halları azalıb. Ümumiyyətlə, parklanma yaradılandan sonra, parklanma yerləri yaradılandan sonra şəhərdə nəyi müşahidə edirik? Əvvəllər saatlarla həmin ərazidə maşınlar saxlayırdısa və elə vətəndaşlar vardı ki, günlərlə maşını həmin ərazidə atıb çıxıb gedirdilər. Bu günləri parklanmanın idarə olunmasından sonra vətəndaş müəyyən bir saat, bəlkə də dəqiqələr, günün müəyyən bir vaxtı avtomobilini park edir, istifadə edir həmin yerdən, sonra dərhal əyləşib çıxır gedir və biz əvvəllər belə deyək ki, parklamaq üçün yer tapmadığımız ərazilərdə hazırda xeyli sayda parklama yeri mövcuddur. Elə idarənizin önündə də mən bura parka gələndə parklamaq üçün yer tapmırdım. Günün bu günü bir dövrə vursan, tapa bilməsən də ikinci dövrədə mütləq qaydada parklamaq üçün yer tapıram. Yəni, bu o deməkdir ki, vətəndaşlar artıq anlayır ki, müəyyən yerdən gün ərzində deyil, müəyyən saatlar ərzində istifadə etmək olar. Yenə də qeyd edim ki, nəyə xidmət edirdi parklanma? Parklanma o xaosun qarşısını alır, nizam intizamlı, küçələrin daha effektiv olması, bütün hərəkət iştirakçıları üçün rahat bir münbir şəraitin yaradılmasıdır və ən əsası qanunsuz pul yığımının qarşısını almağa yönəlmişdir ki, vətəndaşlar artıq bilirik. Bir qismdə məhz məbləğin çox olmasına narazıdır. Mən qeyd olunur ki, mən 8 saat iş rejimdə işləyirəm. Mən niyə 8 manat hər dəfəsində pul ödəməliyəm? Mən qeyd edim ki, parklanma... Yəni, olmazmı ki, yəni məbləğ endirilsin? Parklanmanın ümumiyyətlə hər yerdə məbləği fərqlidir. Mərkəz və Birinci Bakı şəhəri üzrə 4 ödənişli zona müəyyən edilib. Mərkəzdə parklanmanın 1 saatı 1 manat, digər zonalarda 1-ci, 2-ci, 3-cü zonada müvafiq olaraq 70, 40 və 30 qəpik səviyyəsində müəyyən edilib və hazırda Bakı şəhərində tərəfimizdən ödənişsiz parklanma yerləri yaradılır ki, məsələn, Bayıl qəsəbəsidir, Binəqədi, Binə, Badamdar qəsəbəsində kütləvi şəkildə hazırda tərəfimizdən infrastruktur qurulur ki, müvafiq nişanlar qoyulur, yol cizgi xətləri çəkilir ki, vətəndaşlar rahat, nizamlı şəkildə avtomobillərini park etsinlər və digər nəqliyyat vasitələri rahat şəkildə o küçədən istifadə etsinlər. Həmin ərazidə infrastruktur qurulub xidmət aparılır, lakin heç bir ödəniş vətəndaşlardan tələb olunmur və belə parklanma yerləri tərəfimizdən də genişləndirilir Bakı şəhərində. Qeyd edim ki, axşam saat 10-dan səhər saat 7-yədək parklama ödənişsizdir. Həftənin bazar günləri də sürücülər heç bir ödəniş etmirlər. Parklama ödənişsizdir. Yol hərəkəti haqqında qanuna əsasən parklamanın ilk 15 dəqiqəsi ödənişsizdir. 15 dəqiqəni keçəndən sonra da vətəndaşların ödəniş tələb olunur. Gördüyünüz kimi fərqli zonalar üzrə fərqli qiymətlər tətbiq olunur. Bəzən, yəni bu o deməkdir ki, vətəndaş gəlir parklama yerinə, artıq bilir ki, həmin zonada saxlayanda nə qədər ödəniş həyata keçiriləcək və s. Siz vurğuladınız iş yerlərini. İş yerinə münasibətdə Nazirlər Kabinetinin qərarına əsasən ödənişli parklama yeri iş yerinə münasibətdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Yəni, o deməkdir ki, biz işə gəlirsə mütləq qaydada şəxsi nəqliyyat vasitəsinə gəlməliyik və bizim üçün bunun üçün şərait yaradılmalıdır. Parklama yerlərinin bron edilməsi qanunvericiliklə qadağandır. Bunun da bir neçə qurum var, bizə də müraciət etmişdi və şəxsi zənglər vasitəsilə də olur ki, dostlar, tanışlar müraciət edir ki, bunun hər hansı bir yolu varmı həll eləyək? Qeyd edək ki, parklamanın ilk növbədə nəyə hesablanır, mən bir qədər əvvəl vurğuladım, bu nizam intizamdır. Eyni zamanda küçənin hər kəs tərəfindən istifadə olunması bir anlayışı var və biz bu şəraiti hər bir kəsə yaradırıq. İş yerinə münasibətə yoxdur. İnsanlar maşın saxlayarkən mütləq qaydada bu nəzərə almalıdır. Yaşayış yeri üzrə vətəndaşlar fərdi parklama talonları üçün müraciət edirlər. Ödənişsiz şəkildə pulsuzdur, onlayn qaydada müraciət edirlər. Həmin Azparking mobil tədbiqində onu alırlar rahat şəkildə və maşının yaşayış yeri üzrə 100 metr radiusda onlar üçün təyin olunan məntəqələrdə və yerlərdə ödənişsiz şəkildə saxlaya bilirlər. Aydındır, maraqlı fikirlərə görə. Mən istəyərdim elə Sumqayıt sərnişin daşıma stansiyasının parking yerlərində də izləyicilərimiz bizə şikayət ərizəsinə müraciət etmişdilər ki, bəs azınızaqlı vəziyyət hökm sürür. Bu nədən ibarətdir? Belə ki, orada əraziyə yaxın yaşayan sakinlər avtomobil çoxluğundan gireylənirlər, hərəkət edə bilmədiklərini qeyd edirlər. Yəni, ərazi yüklənir, zolaqdan əlavə maşınlar cəlb olunur, qeyd olunur və insanlar deyir ki, biz yol keçə bilmirik. Halbuki orada mağazalar var, marketlər var, daxil ola bilmirlər. Və qeyd edirlər ki, avtomobillərini düz dəmir yol vağzalının önündə saxlayırlar, buna heç bir nəzarət olunmur, idarə əməkdaşları sanki kabinetdən çölə çıxmaq istəmirlər. Ərazi boş olaraq qalır.
Xahiş edirik bunu nəzərə alasınız. Yəqin ki, siz buna bağlı... Məsələ araşdırılır, ancaq qeyd edeyim ki, yəni Sumqayıt xüsusilə pik saatlarında böyük axın olduğu üçün və Sumqayıt sakinləri səhər saatlarında şəxsi avtomobillər gəlib bildiyiniz kimi orada ödərsiz parkinq olduğu üçün orada saxlayırlar və gedirlər qatarla Bakı istiqamətində və axşama qədər avtomobillər orada 10 saat, 9 saat dayanır avtomobil orada istifadəsiz vəziyyətdə və təbii ki, bu da digər saatlarda hərəkət edən hərəkət iştirakçılarının, vətəndaşların hərəkətinə mane olur. Bəzən də olur ki, Bəxtiyar müəllim, maşınlar səmti yaxşı saxlamır, digər maşın çıxa bilmir və həmən insan gəlir gözləməlidir ki, kimsə gələcək o maşını götürəcək digər qatarına. Halbuki o da gəlmir, qalır maşın orada. Bəli, bu biraz fərdi məsələdir. Yəni ola biləməzmi ki, yəni bunu bir çərçivəyə salınsın, nəzarət olunsun, hər hansı bir kamera vasitəsilə izlənilsin ki, yəni bunlar izlənilir təbii ki, bacardığımız qədər eləyirik. Sadəcə yəni bu xüsusilə bu axın vaxtı olduğu üçün və birdən-birə bir pik saatlarında axın olduğu üçün həm avtomobillə və belə deyək, sərnişinlərin axın olduğu üçün eyni zamanda da bu axşam saatlarında qeydə alınır orada biraz sıxlıq olduğu üçün. Təbii ki, nəzərimizdədir. Ən belə optimal yol nədirsə, ən uyğun yolla həyata keçiriləcək. Bu əsasən yenə dediyim kimi Sumqayıt istiqaməti, digər stansiyalarda əslində belə bir vəziyyət yoxdur. Bakı Dəmir Yolu Vağzalında bundan əvvəl bildiyiniz kimi orada ümumiyyətlə bir növ qanunsuz dayanacaq bir meydançasına çevrilmişdi və nəticə etibarilə sərnişinləri yola salan, qarşılayan insanlar bilmirdilər necə, hardan gəlsinlər, avtomobillər də park eləsinlər. Əvvəllər Sumqayıt sərnişin daşıma stansiyasının ön hissəsində də avtomobillər hara gəldi saxlayırdı və orada bir şlaqban çəkildi və məsələ həllini tapdı. Amma görünür giriş-çıxışda da bu problemlər yaşanır. Yəqin ki, onunla bağlı bir ölçü götürülür. Təbii ki, ölçü götürüləcək. Zaman-zaman bu məsələlər nəzarətdə saxlanılır, araşdırılır. Elə sizə yönəlik bir sual da var. Daha sonra Tural bəy bir sual verəcəm və verilişimiz artıq yekunlaşmaq üzrədir. İzləyicimiz yazır ki, Bakı-Qazax və Bakı-Tbilisi-Qars istiqamətindən qatarlar nə zaman fəaliyyətə başlayacaq? Çünki əvvəllər Bakı-Qazax istiqamətində birbaşa reyslər var idi və Bakı-Tbilisi-Qars istiqamətində Bakı-Qars olmasa da, yəni Bakı-Tbilisi qatarı var idi. Yəni insanlar gedib gəlirdi. Artıq bu fəaliyyət göstərmir. Nə zaman planlaşdırılır bu məsələlər? Birincisi bu Bakı-Qazaxdan başlayaq daxilidən. Bəli. Bayaq Aksafa var. Verilişin əvvəlində qeyd etdim ki, bu mərhələli şəkildə həyata keçirilir. Yəni birinci növbədə yol təmir olunmalıdır və qatar parkına uyğun olaraq qatar varsa, o istiqamətdə sərnişin daşıma bərpa olunmalı. Təbii ki, təkcə bununla bitmir. Araşdırılır, əməkdaşlar tərəfindən analiz edilir ki, bu istiqamətdə ümumiyyətlə qatarla sərnişin daşımaya tələbat varmı? Yəni qatar əgər bir istiqamətdə boş gedib gələcəksə, rentabel olmayacaqsa, bu da nəzərə alınır təbii olaraq. Bu mərhələli şəkildə qeyd etdiyim kimi pandemiyadan öncəki marşrutlar yenidən qurulacaq. O ki qaldı Bakı-Tiflis qatarının fəaliyyəti ilə bağlı. Bildiyiniz kimi, bu 2020-ci ildə etibarən ölkədə xüsusi karantin rejimi tətbiq edilir və bu gün də davam edir. Bu qatarın fəaliyyətinin dayandırılması da sırf sərhədlərin bağlı olması ilə əlaqədardır. Gələcəkdə hər hansı bir yenilik olarsa, təbii ki, o istiqamətdə də Bakı-Tiflis qatarının da fəaliyyətin bərpa olunması mümkündür. O ki qaldı Qars istiqamətinə gərək sual vermişdi izləyicimiz. Hazırda Bakı-Tiflis-Qars xətti əslində istifadədə də işləkdir, ancaq yük daşımalar üçündür. Bildiyiniz kimi Bakı-Tiflis-Qars orta dəhlizin bir vacib yollarından biridir. Pandemiyadan sonra dayandırıldı bu proses qatarlar. Pandemiyadan sonra bəli, sərhəd bağlı olduğu üçün fəaliyyətini dayandırdı. Bakı-Tiflis-Qars istiqamətində artıq o bir sonraki mərhələnin işidir. Çünki belə deyək, mərhələ. İlkin mərhələ yük daşıma idi. Bakı-Tiflis-Qars xəttinin çəkilməsində də ilk məqsəd bu cənab prezidentin şəxsi hətta təşəbbüsü idi. Qətiyyəti sayəsində belə bir layihə ərsəyə gəldi və 2023-cü may ayından 2024-cü il may ayına qədər modelləşdirmə işləri aparılandan sonra artıq yenidən yük daşıma bərpa olundu o istiqamətdə. İnşallah növbəti illərdə yəqin ki, biz o istiqamətdə daha yeni xəbərlərin Bir izləyicimizin belə bir şikayəti var idi ki, Tural bəy, bəs velosiped zolaqlarından yalnız piyadalar gəzir, istifadə olunmur o dərəcədə də. Yəni, həqiqətən də bu zolaqlardan səmərəli istifadə niyə məsələn qaydaya uyğun həyata keçirilmir? Yəni, qeyd olunur ki, insanlar qeyd edir ki, biz nə zaman görürük, oradan velosiped keçmir, ancaq insanlar piyada zolağı kimi istifadə edirlər. Sizə elə gəlmirmiş ki, yəni piyada zolağı nə vaxtsa başqa istiqamətdə yeni bir layihə kimi ləğv olunub, yeni bir tendensiya deyək, hər hansı bir layihə kimi xarici ölkə təcrübəsindən götürüb istifadə etmək olar. Ümumiyyətlə qeyd edeyim ki, çünki nəyə görə? Avtobus zolağı və velosiped zolağı insanlar düşə bilmir.
avtobusdan düşən insanı məcburdur ya skuter vursun, ya velosiped vursun. Yəni bu o nədir? Mən ümumiyyətlə qeyd edim ki, ümumiyyətlə bu məsələdə mədəniyyət böyük bir rol oynayır. Biz ümumiyyətlə yanaşma necədir? Piyada birinci növbədə, birinci cərgədə piyada durur. Daha sonra mikromobillik vasitələrinin istifadəçisi, skuter və velosiped. Daha sonra ictimai nəqliyyat bizdə gəlir. Daha sonra isə şəxsi nəqliyyat vasitələri. Yəni işimizə və fəaliyyətimizə məhz bu ranqlara uyğun olaraq qurmuşuq. Bəzi ərazilərdə elə bir ərazilər var ki, yolda velosiped zolağı, daha sonra avtobus zolağı və digər zolaqlar isə şəxsi nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Tutaq ki, avtobus dayanacağa yaxınlaşmaq istəyir və dayanacaqda sərnişinlər gözləyir və yaxud da sərnişin minib düşürmə prosesi həyata keçirilir. Mikromobillik vasitəçi mütləq qaydada həmin piyadaya yol verir. Yol nişanları da var. Yəni qanunvericilik çərçivəsində hər şey tənzimlənməlidir. Həm mikromobillik vasitələri üçün bu yaxınlarda dövlət başçısı tərəfindən qanunvericilik paketləri qəbul olundu ki, həmin o qanunvericiliklə də vətəndaşlarımız yaxından tanış olaraq öz hərəkətlərini, atacağı addımları bilməlidirlər. Avtobus saxlayır, vətəndaşlar minib düşür, mikromobillik vasitələrinin istifadəçiləri onlara yol verir. Yəni aydın məsələdir, bu günləri biz maşın idarə ilə biliriksə və yol qaydalarını biliriksə, həmin o mikromobillik vasitələri üçün də qaydalar var ki, onun istifadəçiləri də həmin qaydaları bilməlidirlər ki, minib düşən vətəndaşlara, sərnişinlərə yol verilməlidir. Piyadalar, mikromobillik vasitəçi və ictimai nəqliyyat vasitələri. Bu günləri bu zolaqlar yaradılıb, yeni tendensiyadır, yeni yanaşmadır ölkəmiz üçün. Bu yanaşmanı əlbəttə ki, dünya ölkələrindən də götürülüb. New Yorkdan da bəzi məqamlarda götürülüb, bəzi yanaşmalar elə Avropa ölkələrindən götürülüb. Biz yəni müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, eyni zamanda qeyd edim ki, ayna beynəlxalq konsalting şirkəti ilə müştərək şəkildə yəni bütün bu hesablamaları aparır və təhlili küçələrdə apararaq məhz Bakının rəqəmsal əkizi yaradılıb ki, bütün həllər orada hesablanır, baxılır və sonra bu yollar çəkilir. Tərəfimizdən deməzdim ki, o yollar istifadə olunmur. Biz bu yaxınlarda sosial şəbəkədə, səhifəmizdə bir video çarx yerləşdirdik və bu müşahidəni də növbəti küçələrdə də həyata keçirəcək ki, gün ərzində və yaxud da bir saat ərzində günün müəyyən saatında nə qədər mikromobil vasitələri istifadə edir həmin zolaqdan, biz onun ilk videosunu paylaşmışıq. Nəticələr kifayət qədərdir, yaxşı nəticələrdir. Biz onu alırıq və bu yeni yanaşmadır və gələcəkdə də mikromobil vasitələrin istifadəçiləri daha çox olacaq, biz buna əminik. Piyadalar isə onlar üçün ayrılmış yerdən mütləq qaydada istifadə etməlidir. Bəzən mən özüm şəxsində görürəm ki, avtobusdan düşür və yolunu mikromobillik vasitəsi həmin o zolaqla hərəkət edir. Halbuki piyada yanında piyada zolağı var. Piyadalar piyada zolağı ilə, mikromobillik vasitələri öz zolağı ilə, ictimai nəqliyyat öz zolağı ilə getsə, məncə heç bir problem olmayacaq. Təşəkkür edirik. Dəyərli vaxt ayırdınız, studiyamıza gəldiniz, suallarımız ətrafında doğru məlumat verdiniz. Minnətdarıq. Mən bu arada bir daha tamaşaçılarımızın diqqətinə çatdırım ki, bugün biz ictimai nəqliyyatdakı yeniliklərdən, problemlərdən danışdıq. Bununla bağlı studiyamızın qonaqları var idi. Qonaqlarımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimai Əlaqələr Şöbəsinin aparıcı mütəxəssisi, eləcə də Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev bizimlə birgə idi. Bizdən isə bu qədər. Sağ olun, salamat qalın.